Narkotik maddə asılılığı müasir dövrdə uşaqlarımızı təhdid edən ən ciddi problemlərdən biridir və bu risk ən çox yeniyetməlik dövründə artır. Yeniyetməlik duyğuların intensiv yaşandığı, marağın və həyəcan axtarışının gücləndiyi, risk alma meylinin artdığı bir mərhələdir. Üstəlik, beynin inkişafı hələ tam başa çatmadığı üçün gənclər davranışlarının nəticələrini böyüklər qədər düzgün qiymətləndirə bilməyə bilərlər. Bu işdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Mütəxəssislərə görə uşaqlar maddə asıllığından qoruyan ən güclü sipər ailə ilə qurulan sağlam bağdır. Sevildiyini və anlayışla qarşılandığını hiss edən, mühakimə olunmadan dinlənilən uşaq ailəsindən uzaqlaşmaz. Qarşılaşdığı təhlükələri, maraqlandığı mövzuları və yaşadığı çətinlikləri ailəsi ilə paylaşa bilər. Açıq ünsiyyətin olduğu, sərhədlərin aydın, sevginin isə yetərli olduğu ailə mühitləri uşaqları xarici risklərdən qoruyur. Unutmayaq ki, uşaqları asılılıqdan qorumağın yolu onları özünə güvənən, eyni zamanda məsuliyyətli və sağlam fərdlər kimi yetişdirməkdən keçir.